Emal sənayesi sahələri içərisində ilk öncə yanacaq energetika kompleksindən danışaq. Yanacaq energetika kompleksinin tərkibinə nə daxildir? Bura yanar faydalı qazıntı olaraq neft, təbii qaz, kömür, yanar şist, torf, onların hasil edilməsi, yəni çıxarılması, eyni zamanda elektrik enerji istehsalı və bu məhsullardan istifadə edilməsi daxildir. Təqdim edilən bu cədvəldə isə biz yanacaq energetika sənaye sahələrini görürük. Yəni energetika özü iki dənə qola ayrıldı. Yanacaq və elektroenergetika. Yanacaq dediyimiz yanar faydalı qazıntıların çıxarılması və emal edilməsi, yəni onların hazır məhsula çevrilməsi. Bunun tərkibində neft, təbii qazın hasilatı və emal edilməsi, daş kömür və qonur kömürün hasilatı çıxarılması və emal edilməsi, yanar şist və torfun da həmçinin hasil edilib emal edilməsi daxildir. Elektroenergetikanın tərkibində isə elektrik enerjinin istehsal edilməsi və istehlakçıya, müəssisələrə çatdırılması daxildir. Onun tərkibində İES-lər, istilik elektrik stansiyalar, SES-lər, su elektrik stansiyalar, AES-lər, atom elektrik stansiyalar. Bu üçü ənənəvi elektrik stansiyaları idi. Müasir dövrdə isə təbii resursların tükənməsi, azalması insanları məcbur edir ki, alternativ enerjiyə marağı artırsın. Xüsusilə də alternativ enerji mənbələri içərisində günəş, buna helioenergetika deyə bilərik, qabarma elektrik stansiyaları, külək elektrik stansiyaları və geotermal elektrik stansiyalarını qeyd etmək mümkündür. Onlar alternativ enerji sahələri hesab edilir. Birazdan bunlar haqqında bəhs edəcəm. Davam edək. Dünyanın yanacaq energetika sənayesinin inkişafında bir neçə mərhələ ayrılır. İlk öncə 19-cu əsrdə və 20-ci əsrin birinci yarısında olan mərhələsindən danışaq. Bu dönəmdə dünyada kömür əsas yanacaq vahidi kimi istifadə edilirdi və buna görə də bu mərhələni kömür dövrü adlandırırdılar. Növbəti dönəm isə 20-ci əsrin ikinci yarısından sonraki dönəmdir. Həmin dövrü isə neft-qaz dövrü adlandırırlar. Hazırda neft və təbii qaz ehtiyatları miqdarı azalır, hasilat şəraiti isə çətinləşir, neftin qiyməti də artır. Ona görə də indi tükənməyən enerji mənbələrinə keçidə başlanmışdır və buna da keçid dövr adlandırıblar. Yəni söhbət alternativ enerji mənbələrinə meyl etmədir. Dünyada olduğu kimi ölkəmizdə də bu sahə maraq artmaqdadır. Hazırda ölkəmizdə alternativ enerji olaraq sadəcə külək və günəş energetikasından istifadə edilməkdədir ki, o da ölkəmizdə ümumi enerji istehsalının cəmi cümlətanı deyəcəksiniz ki, 2-3%-ni verir. Gələcəkdə onun payı artırılacaq. Davam edək. İlk öncə neft sənayesindən bəhs edək. Dünyada neftin ən böyük ehtiyatlarına biz yaxın və orta şərqdə, söhbət İran körfəzi hövzəsindəki ərəb ölkələrində, İranın özündə, İraqda deyəcək. MDB, Müstəqil Dövlətlər Birliyi, SSR dağıldıqdan sonra onun tərkibindən ayrılan 15 respublikanın əksəriyyəti tərəfindən yaradılan birlikdir və burada xüsusilə də neft ehtiyatına daha çox sahib olan Rusiya, Qazaxıstan, Türkmənistan və respublikamızın adını qeyd edə bilərik. Afrikanın həm şimali hissəsində, xüsusilə də Əlcəzair, Liviya ərazisində, eyni zamanda qeyd edəcəksiniz ki, Qvineya körfəzi sahilində, burada Nigeriyada, həmçinin Qabonda da xüsusi neft ehtiyatları mövcuddur. Misirdə də müəyyən miqdarda neft ehtiyatları mövcuddur. Amma xüsusilə də şimalda bayaq bildirdiyim kimi Liviya, Əlcəzair daha çox fərqlənir. Dünyada həmçinin neft ehtiyatına zəngin olan ərazilərə İran körfəzi, daha doğrusu Meksika körfəzində elə Meksika özü və ABŞ, eyni zamanda Venezuela dünyada ehtiyatın həcminə görə xüsusilə daha çox fərqlənir. İndoneziya, Çində də, Qərbi Avropada isə xüsusilə də Norveç, Böyük Britaniyanı qeyd etmək olar. Ümumi olaraq körfəz kimi hansı körfəzlər neft ehtiyatına zəngindir? İran, Meksika, Qvineya körfəzi. Dəniz olaraq da Karib dənizi, Şimal dənizi, göl olan Xəzər dənizini də qeyd etmək olar. Eyni zamanda Kaliforniya, İndoneziya, Avstraliya sahillərinin şelf, dayaz ərazilərində məhz neft və qaz hasilatı aparılır. Ümumən belə başa düşün ki, neftlə təbii qazın coğrafiyası əsasən üst-üstə düşür. Testlərdə belə bir sual görə bilərik. Qərbi Avropada idxal neft qazdan asılılığı daha az olan ölkələr, söhbət Böyük Britaniya və Norveçdən gedir. Çünki hansı ki, bu ölkələrin Şimal dənizində zəngin neft qaz ehtiyatları var və onun hasilatı ilə məşğul olur. Bu ölkələrlə yanaşı Niderlandda təbii qaz ehtiyatları var. Deməli, Böyük Britaniya, Norveç və Niderlandın elə Şimal dənizində təbii qaz ehtiyatları mövcuddur. Sizə təqdim edən sağdakı bu cədvəldə isə 2019-cu ildə neft hasilatına görə fərqlənən 10 ölkənin sıralaması verilib. Sıralamada Braziliyanın da adını görürük, amma dünyada Braziliya neft-qaz ölkəsi kimi məşhurdur deyə bilmərik. Çünki bu tip ölkələrin təbii ehtiyatları olan tələbatı böyükdür.
ümumi olaraq onlar yanar faydalı qazıntının ixrac etmir, yəni satmır, onu idxal eləyir. Sıralamadakı ölkələr içərisində neft-qaz ölkəsi olaraq dünyada məşhur olan Səudiyyə Ərəbistan, Rusiya, eyni zamanda İraq, İran, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt qazın əsas elə təbii qaz, daha doğrusu neftin əsas ixracatçılarıdır. Buradakı ABŞ və yaxud da ki, Çin kimi ölkələrdə də böyük miqdarda neft hasil edilir, çıxarılır. Amma daxili tələbatın böyük olmasına əlaqədar olaraq elə ABŞ-dir, Çindir, həmçinin Braziliyadır. Onlar dünya bazarına neft çıxaran ölkələr deyil. Davam edirik. İqtisadiyyatın inkişafında neft-qaz sənayesi böyük əhəmiyyətə malikdir. Neft və qazın hasilatı, çıxarılması, istehlak olunduğu regionlar arasında məsafə böyükdür. Yəni, neftin çıxarıldığı region ilə ondan istifadə edən, emal edən regionlar arasında fərq böyükdür. Daha çox nefti hasil edən 40% ölkə deməli dünya bazarına çıxarır. Deməli, neftin daha çox dünya bazarına çıxarılması və ona nəzarət etməsi OPEC-in əlində cəmlənib. OPEC neft ixrac edən ölkələr birliyidir. 1960-cı ildə yaradılan bu təşkilatın əsas məqsədi neftin həm hasilatı və onun dünya bazarındakı satış qiymətini tənzimləməkdir. Dünyada nefti əsas idxal edən alanlar hansı region və ölkələrdir? Buna Qərbi Avropa, inkişaf etmiş ölkələr, ABŞ və Yaponiya, Çin, Hindistan kimi dövlətlərin adlarını qeyd edə bilərik. Adı çəkilən ölkələr və regionlar böyük iqtisadiyyata malik, daxili tələbatın böyük olması ilə seçilir. Davam edək. OPEC-in üzvlərinə hansı ölkələr daxildir? Venezuela, Gabon, Liviya, Əlcəzair, Nigeriya, Angola, İndoneziya, İraq, İran, Qətər, Küveyt, Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan və bunları qeyd edə bilərik. Həmin bu ölkələr dünya neft ehtiyatının 77%-ni, onun hasilatının isə 40%-i cəmlənmişdir həmin bu ölkələrdə. 19-cu əsrlərdən başlayaraq mənzilləri isti su ilə təmin etmək üçün binaların damında daha mükəmməl günəş panelləri quraşdırılmağa başlandı. Müasir dövrdə günəş panellərinə görə fərqlənən ölkələr adı yazılan ölkələrdir. Xüsusilə də aqroqim ehtiyatından daha zəngin olan inkişaf etmiş ölkələri görə bilərik. Avropanın cənubundakı İtaliya, İspaniya, Yunanistan bu qrupa daxildir. Onu da yadda saxlayaq ki, günəş enerjisindən təmin olunma Afrika ölkələrində yüksək olsa da, bu tipi enerjidən istifadə üçün müasir texnologiya sahibi olmaları lazımdır. Ona görə onlar hələlik bu sahədə geri qalır. Xüsusilə də dünyada ən böyük günəş enerjisi istehsal edən qurğular ABŞ-da Kaliforniya ştatındadır. İvan Postolar'ın təsvirini görürsünüz, o haqqda məlumat var. Belə ki, Mohaveldə yerləşən İvan Postolar stansiyası 13 kvadrat kilometr sahəni əhatə edir və stansiyadan 140 min mənzilə enerji verilir. Bu enerji adi yanacaq növlərindən əldə edilsəydi, hər il atmosferə 400 min ton karbon qazı miqdarında zərərli qazlar atılardı, deməli. Yaxud 77 min avtomobildən çıxan zərərli qazlar kimi atılmış olardı. Yəni, gör nə qədər böyük miqdarda enerji əldə etmək mümkün imiş. Elektrik enerjisi istehsalında mühüm sahələrdən biri bioyanacaqdan istifadə əsaslanan bioenergetikadır. Bu müasir energetika sahəsidir və onu alternativ enerji mənbəyi kimi də qeyd etmək olar və bərpa olunan ehtiyatdır. Bioyanacağın bütün üzvü maddələrdən əldə etmək olar. Soya, raps və hətta məişət tullantılarından da almaq mümkündür. Yoldaşlar, yadda saxlayın ki, bioyanacaq həm bərk, həm maye, həm də qaz halda ola bilər. Testlərdə bəzən çaşdırmaq üçün bərk və maye yazır, eyni zamanda qaz halında da olur, yadda saxlayın. Davam edirik. Bioyanacağın bərk növünə nələr daxildir? Burada qeyd edilir. Bioyanacağın bərk növünə oduncaq və biokütlə, peyin, həmçinin torf deyə bilərsiniz. İndi isə onlar haqqında ümumi qısa məlumatları da diqqət edək. Oduncaq haqqında nə qeyd edilir? Ən qədim yanacaq növüdür bioyanacağın. Hazırda oduncaq və biokütlə istehsal etmək üçün enerji meşələri, yəni tez böyüyən evkalipt, söyüd ağacından ibarət meşə zolaqları yaradılır və biokütlə nədir? Fotosintez nəticəsində enerji mənbəyinə çevrilir, biokütlədən elektrik enerjisi və duru yanacaq istehsal etmək mümkündür. Peyinlə davam edək. Deməli, bəzi ölkələrdə elektrik enerji almaq üçün mal peyindən istifadə olunur, maraqlıdır.
Bunun üçün ilk növbədə yaş beyin qəliblərə salınır, qurudulur, istilik stansiyalarında yandırılır. Həmin təzəklərdən danışır da. Müasir dövrdə qurudulmuş peyindən dağ kəndlərində, qış aylarında evlərin qızdırılmasında da istifadə edilir. Buna təzək deyirlər yoldaşlar, bilənlər bəlkə var. Yəni hansı ki o peyin qurudulur, quruduqdan sonra da o yana bilir, elə peşdə müvafiq olaraq odun əvəzi yandırılır. Davam edirik. Torfla danışaq. Torf yanacağından qranul əldə edilir. Söhbət Avropa ölkələrindən gedir. Alternativ enerji mənbələrindən istifadənin inkişaf etdiyi bəzi Avropa ölkələrində mənzillərin qızdırılmasına qranuldan istifadə edilir. Qranul ilə torfdan əldə edilən yanacaq növüdür. Qranulun ən iri istehsalçıları isə Avropada İsveç, Almaniya, Avstriyanı qeyd etmək olar. Həmçinin dünyada Çində bu sahədə fərqlənir. Qranul da bildiniz, torfdan əldə edilən bərk yanacaq növüdür. Sonra digər yanacaq növlərinə də diqqət edək. Bioqaz haqqında nə təqdim edilir? Bioqaz əldə etmək üçün sadə qurğulardan istifadə edilir. Bioqaz bioyanacağın qaz formasıdır. Onları ferma təsərrüfatlarında, ət və balıq kombinatlarında, süd məhsulu istehsal edən müəssisələrdə, quşçuluq fermalarının ərazisində də yerləşdirmək məqsədə uyğundur. Belə qurğular təhlükəsiz, ekoloji cəhətdən təmiz yanacağın alınmasını təmin edir. İstehsal prosesi sağda sxematik təsvir edilir. Gördüyün kimi enerji almaq üçün torpağın altına bastırılmış iri çənə tullantılar yığılır. Qeyd edən bu təsvirdə. Daha sonra uzun müddət burada saxlanılan həmin bu tullantılar daha sonra özlərindən müxtəlif yaranan qazlar xüsusi qurğuların köməyi ilə yanacağa çevrilməkdədir. Və bu da artıq bioqaz olacaq. Davam edək. İndi təbii qazın sənayesinə diqqət edək. Bayaq neftlə haqqında danışdıq, oxuduq. Təbii qazın sənayesi 20-ci əsrin ikinci yarısında yaranmışdır. Təbii qaz ehtiyatı daha çox Rusiya, İran, ABŞ, Qətər, Niderland, Norveç, Əlcəzair, Nigeriya, Venesuela, Kanada kimi ölkələrdədir. İran körfəzi ölkələrində təbii qazın böyük ehtiyatları kəşf edilmişdir. Testlərdə sualları işləyəndə təbii qazın ixracına görə fərqlənən ölkələr yadda saxlayın ki, bunlar hansılardır? Rusiya, İran, həmçinin yoldaşlar Qətər, bundan əlavə Türkmənistan, eyni zamanda Əlcəzair, xüsusilə də Avropadan danışası olsaq Niderlandın adını çəkmək olar. Norveç, bunlarda da təbii qaz ehtiyatları zəngindir. Yəni təbii qazın ixracına görə fərqlənənlər testlərdə düşür. Rusiya, İran, Qətər, Türkmənistan, Əlcəzair, Niderland, hətta Avstraliyanın özünün belə təbii qaz ixracatçısı olduğunu qeyd edə bilərik. Davam edək. Adətən Avstraliya bu tipli təbii ehtiyatları daha çox Yaponiya ixrac edir. Onu da nəzərinizdə saxlayın. Davam edək. Deməli, hasilatına görə fərqlənən ölkələrə diqqət edək. Təbii qaz hasilatına görə Rusiya, ABŞ, Niderland, Kanada, Türkmənistan, Böyük Britaniya, Əlcəzair kimi ölkələr təbii qaz hasilatına görə dünyada fərqlənir. Xüsusilə də bayaqları bildirdim, təzədən qeyd edirəm ki, yadda saxlayın ki, testlərdə düşəndə seçib cavabı tapa bilərsiniz. Burada yazılmayanlar içərisində Qətərin adını qeyd edirəm. Testlərdə tez-tez düşür. Qətər də təbii qaz ixracatına görə dünyada fərqlənən ölkələrdir. Onlar bu xammalı, boru kəməri və yaxud sıxılmış halda digər ölkələrə ixrac edir. Əlcəzair, İndoneziya, Səudiyyə Ərəbistan, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Bruney, bax bu ölkələr deyilən formatda təbii qazı ixrac edir. Təbii qaz Kanadadan ABŞ-a, Rusiya və Şimali Afrika ölkələrində isə Avropaya boru kəməri ilə ixrac edilir. Rusiyada hasil edilən təbii qaz boru kəmərli Avropa ölkələrinə Qara dənizdən keçməklə Türkiyəyə nəql olunur. Türkiyə eyni zamanda ölkəmizdən və İrandan da təbii qaz kəmərləri çəkilmişdir. İndi növbəti məqama keçid edəcəm. Ondan əvvəl isə sizə xüsusilə də neftin coğrafiyasına yenidən nəzər yetirək. Bayaqları biz bu tip xəritəyə baxmadıq. Xüsusilə də yadda saxlayırıq ki, neft ehtiyatının hasilatına görə fərqlənən mərkəz İran körfəzindəki varlı ərəb ölkələridir. Elə İranın özü İraqda fərqlənir. Səudiyyə Ərəbistan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri bu tip ölkələr dünyada neftin hasilatı və ixracına görə fərqlənir. Afrikanın şimalında xüsusilə də Liviya, Əlcəzair, Qviney körfəz sahillərində xüsusilə də burada Nigeriyanın qabağını fərqləndirmək olar. Eyni zamanda neftin hasilat və ixracına görə fərqlənən ölkələrdən biri də Rusiyadır. Bundan əlavə Venesuelanı da qeyd etmək olar. Avropa dövlətləri içərisində Şimal dəniz sahilindəki Norveç və Böyük Britaniyanın həm neft, həm təbii qaz ehtiyatı var.
Niderlandda isə sadəcə təbii qaz ehtiyatı var və burada da biz Norveçi xüsusilə də neft hasilatı və ixracına görə bu regionda fərqlənən ölkə kimi deyə bilərik. Bundan əlavə İndoneziya özünün də neft ehtiyatı var. Burada balaca cırtdan ölkə olaraq Bruney Sultanlığı var, Kalimantan adasında. Onun da neft ehtiyatları mövcuddur. Davam edirik. Neftin əsas ixracçıları kvadratda təqdim edilir. Əlbəttə ki, burada ABŞ, Qərbi Avropa dövlətləri və Yaponiyanı qeyd edəcəyik. Bundan əlavə Braziliyanın da yanar faydalı qazıntılara görə əsasən idxal etdiyini görəcəksiniz. Yəni onlar filizlə yaxşı təmin edilsə də, yanar faydalı qazıntını əsasən idxal edir. Kömürün sənayesinə diqqət edək. Vaxtilə yanacaq növləri arasında əsas yeri kömür tutsa da, hazırda neft və təbii qaza nisbətən istilik vermə qabiliyyəti azdır deyənə, kömürün payı hazırda daha azdır. Kömür əsasən hasilat rayonlarında, yəni çıxarıldığı rayonda istehlak edilir, istifadə edilir. Yalnız çıxarılan kömürün 10% ixrac edilir. Deməli, dünyada kömür ixracına görə fərqlənən ölkələr hansılardır? Burada da görürsünüz. Car Avstraliya, Hindistan. Bundan əlavə Çin özü, dünyada ən çox kömür hasilatına görə fərqlənən ölkə Çindir, sonra ABŞ-dır, Rusiyadır. Ümumiyyətlə, xüsusilə də ABŞ Apalaç hissəsindədir, Apalaç dağlarındadır, onun əsas yataqları. Dünyada ən böyük kömür ehtiyatı ABŞ-dadır. Ən çox illik hasilat isə Çindədir. Bundan əlavə Avropa dövlətlərində də gördüyün kimi, xəritədə də görürük. Böyük Britaniya, Almaniya, Polşa kimi dövlətlərdə, Ukraynada da kömür ehtiyatları var, Qazaxıstan da seçilir. Yadda saxlayın ki, Avropada ehtiyatlar daha çox tənəzzülə uğrayır, çünki onlar adətən şaxta üsulu ilə çıxarılmağa ehtiyac var. Bu baha başa gəlir, amma məsəl üçün ABŞ-da, Car və Avstraliyada açıq üsulla çıxarıldığına görə bu ucuz başa gəlir və əlbəttə ki, bu ölkələrdən idxal etmək Avropa dövlətləri üçün daha səmərəli hesab edilir. Elektroenergetika sənayesinə diqqət edək. Bayaqları bu barədə biz sxematik təsvirdə ilkin tanışlıq əldə etmişdik. Elektroenergetika sənayesində istehsalın yarıdan çoxu inkişaf etmiş ölkələrin payına düşəcək. Söhbət elektrik istehsalından gedir. Dünyada istehsal edilən elektrik enerjinin 67,2% İES-lərin payına düşür. Bu böyük bir göstəricidir. Ölkəmizdə də İES-lərin payı böyükdür. Deməli, dünyanın əksər ölkələrində İES əsas aparıcı sahədir. Məsəl üçün, istehsal edilən enerjinin həcminə görə də bu tip ölkələr qabaqcıldır. İES-lər özü də iki yerə ayrılır. İEM və DRES-lər. İEM nədir? İstilik elektrik mərkəzləridir. Həm enerji, həm də isti su buxarı, buxar istehsal edir. Bir də var, dövlət rayon elektrik stansiyaları, qısaca DRES. Onlar isə sadəcə elektrik istehsalı ilə məşğuldur. İES-lər əsasən yanacaq ehtiyatları çox olan yerlərdə, məsəl üçün, Azərbaycan kimi və digər neft, qaz və daş kömürə sahib olan ölkələrdə daha üstün paya malikdir. Həmçinin boru kəmərləri keçən şəhərlərdə və enerjiyə böyük tələbat olan rayonlarda tikilməkdədir. Bəs İES-lərin tikintisinin yerləşdirilməsinin müsbət cəhəti nədir? Müsbət cəhəti yerləşmə imkanlarının geniş olmasıdır. Yəni, istədiyin yerdə nisbətən yerləşdirmək olar. Mənfi cəhəti isə yanacaq yandırırsan, bu tükənən və bərpa edilməyən resursdur və ətraf mühiti yanacaq yandıran zamanda çirkləndirirsən. Bu İES-in mənfi cəhətidir. Dünya ölkələrin əksəriyyətinin yanacaq energetika balansında İES-lər aparıcı sahə tutur. Burada xüsusilə də neft və ya təbii qaz, daş kömürü ehtiyatına malik olan ölkələr, tutalım Niderlandın təbii qazı, Polşanın daş kömürü, Carın daş kömürü, Çində daş kömürü, Rusiyanın təbii qaz və nefti, daş kömürü həmçinin, Meksikanın təbii qaz və nefti olduğuna görə, Avstraliyanın da həmçinin bu şəkildə adlar şəklində ölkələrdə neft və təbii qaz və ya daş kömürü olduğuna görə, onlarda ölkədə istehsal edən elektrik enerjinin böyük hissəsi nəyin payına düşəcək? İES-lərin payına düşəcək. Elektrik stansiyalarının tikintisi haqqında burada iki ifadə verilib. Tikilməsini şərtləndirən amil və tikildiyi ölkələrə nümunə verilib. Məsəl üçün, istilik elektrik stansiyalarının tikilməsini zəruri edən şərtləndirən amil yanacağın olması və enerjiyə tələbatdır. Əgər ölkədə enerji istehsal etmək üçün yanacaq vahidi varsa və enerji olan tələbat İES-lər hesabına ödəniləcək. Dünyanın elə əksər ölkələrində, məsəl üçün,
İES-lər aparıcı sahədir, həmçinin Azərbaycanda da. Bəs SES-lər? SES-lər heç də hər yerdə tikilə bilməz. Bu təbii şəraitdən çox asılı olan bir enerji sahəsidir. Tikilməsini şərtləndirən amil odur ki, düşməsi böyük olan dağ çayının olması lazımdır. Xüsusilə də Norveç, Braziliya kimi, Kanada kimi ölkələrdə enerji istehsalında SES-lərin payı böyükdür. Həmçinin Rusiya və Çində də böyük SES-lər var. Davam edirəm. Atom elektrik stansiyalar. Bu, yanacaq və çayların olmaması, yəni enerji istehsal etmək üçün ölkədə bu resurslar yoxdur. Amma ölkənin enerjiyə böyük tələbatı var. Belə olduğu təqdirdə, buna misal kimi elə Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya kimi, İsveç kimi dövlətdən misal çəkə bilərik ki, həmin ölkələrdə atom elektrik stansiyaları ölkə energetikasında daha böyük rola malikdir. Yəni həmin ölkələrdə, yəni deməli enerji resursları, yanacaq vahidləri yoxdur. Yaxud da ki, elektrik istehsal etmək üçün böyük miqdarda çay şəbəkəsi də yoxdur. Ona görə də ölkənin böyük enerji olan tələbatını ödəmək üçün məcbur neyniyiblər? Atom elektrik stansiya tikiblər. Son illərdə bu tip ölkələrdə atom elektrik stansiyanın mənfi tərəflərini nəzərə almaqla onlar AES-ləri bağlayıb, alternativin payını artırmağı əsas qarşı hədəf qoyublar. Ümumiyyətlə, bütün dünya ölkələrində alternativin payını artırmağa çalışırlar, hər bir ölkə öz ölkəsində. Alternativ stansiyalar nədir? Yeni texnologiyalardan istifadə imkanları tələb edir və əlbəttə ki, bu müasir dövrdə inkişaf etmiş ölkələrdə cəmlənir. O yüzden də burada nümunələr də inkişaf etmiş qabaqcıl ölkələrdir. Davam edirik. Onların müsbət tərəfləri isə çoxdur, hansı ki, ətraf mühiti çirkləndirmir və tükənməyən resurslardan istifadə edir. Davam edirik. Dünya enerji istehsalının 16,5% SES-lərin payına düşür, hansı ki, burada xüsusilə də Kanada, ABŞ, Braziliya, Rusiya, Çin kimi dövlətlərdə böyük su elektrik stansiyaları var. SES-lər haqqında onu deyə bilərik ki, ucuz enerji mənbəyidir, hansı ki, çaydan enerji əldə edirsən, bərpa olunan resursdur. Amma mənfi cəhəti nədir? Tikintisi uzun müddət və baha başa gəlir və böyük bir ərazi su altında qalır. Bu da əlbəttə ki, həmin ərazilərin istifadəsini mümkünsüzləşdirir. Bir çay üzərində əgər ardıcıl bir neçə SES tikilibsə, buna nə deyirlər? Kaskad SES-lər deyirlər. Belə bir kaskad sistemi biz böyük dağ çaylarını görə bilərik. Elə ən böyüyü ABŞ-dakı Kolumbiya çayının üzərindədir. Hansı ki, 20.000 milyon kilovat gücünə malik olan bu çayın üzərində olan SES ABŞ üçün də belə deyək də Grand Coulee'dir. ABŞ üçün də ən böyük SES hesab edilir. Dünyada olan ən güclü SES-lərə misal çəkəsi olsaq, yadda saxlayın və qeyd götürün. Yantsızı çayı, bu Rusiyadadır. Üzərində, üzr istəyirəm, Yantsızı Çində idi. Hansı ki, Sansiya və ya Üçtərə adlanan bu SES dünyada elə ən böyük SES-lərdən hesab edilir. 18 milyon kilovat gücündədir. Braziliya və Paragvayın sərhədində tikilmiş Parana çayı üzərindəki Itaipu SES-i gücü 12,6 milyon kilovat saat olmaqla olduqca böyükdür. Bundan əlavə, Kolumbiya çayı üzərində Grand Coulee ABŞ-ın ən böyük SES-i idi. Venezuelada Guri adında SES. Sonra Rusiyada Yenisey çayı üzərində Sayanşensk adında SES-lər var ki, dünyada gücünə görə fərqlənir və bunları qeyd edib əzbərləyin. Atom elektrik stansiyalar haqqında nə qeyd edilir? Dünyada istehsal edilən enerjinin 11,9%-i və bu göstərici son illərdə daha da azalmaqdadır. Məhz AES-lərin payına düşür. Xüsusilə də ABŞ, Fransa, Yaponiya, Rusiya, Almaniya kimi dövlətlərdə AES-lərin istehsal gücü daha böyükdür. Onlar haqqında nə demək olar? Yanacaq və su ehtiyatlarının məhdud olduğu, lakin enerjiyə çox böyük tələbat olan rayonlarda tikilir. Müsbət tərəfi odur ki, bir AES böyük miqdarda enerji istehsal etmək gücünə malikdir. Mənfi tərəfi isə çoxdur. Bu stansiyalarda enerji baha başa gəlir və onlar ətraf mühit üçün təhlükəlidir. Atom elektrik stansiyaları daim ətraf mühitə radiasiya təhlükəsi yaradır və buna görə də tikilməsi zamanı yaşayış məntəqələrdən uzaqda yerləşdirilməsi mütləq nəzərə alınmalıdır. AES-lər əsasən inkişaf etmiş ölkələrdə tikilir. Fransada AES-lərdə istehsal edilən enerji ölkədə enerjinin 75% olan tələbatını ödəyir və bu, dünya ölkələr içərisində ən yüksək göstəricidir, dünyada bir lider göstəricidir deyərdik. AES-lərdə bəzən bədbəxt hadisələr ola bilir və bunu misal kimi 1986-cı il Ukrayna Çernobil AES-indəki qəzanı, 2011-ci ildə isə tsunamidən sonra yaranmış Fukushima AES-indəki qəza Yaponiyadakı böyük tələfatlar vermiş, ölkə iqtisadiyyatına və həmin region ərazisi üçün ekoloji cəhətdən güclü
çirklənmələr yaratmışdır. AES-lərdə baş verən qəzadan sonra Yaponiya, Almaniya kimi bir sıra dövlətlər bu tip elektrik stansiyalarını mərhələlər üzrə bağlamağı qərar almışdır. Əvəzində alternativin payını artırmaq əsas məqsəd kimi qeyd edilir. Dünyada istehsal olunan elektrik enerji miqdarı daim artır. Çünki zavod, fabrik istehsal artır, enerji olan tələbat artır. Xüsusilə də böyük iqtisadiyyata malik, güclü iqtisadiyyatı olan dövlətlər daha çox elektrik istehsal edir. Deməli, Çin, ABŞ, Yaponiya, Rusiya, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya testlərdə belə ölkələr görsəz, bilin ki, onlar enerji istehsalına görə lider ölkələrdir. Amma hər bir nəfərə görə elektrik enerji istehsalı bu artıq orta və kiçik ölçülü ölkələr də ola bilər. Məsəl üçün, dünyada adam başına düşən elektrik istehsalına görə birinci yerdə elə Norveçdir. Bundan əlavə Kanada, İsveç, Skandinaviya ölkələrdən həmçinin Finlandiya, eyni zamanda ABŞ, İslandiya, bu tip ölkələrdə adam başına düşən elektrik istehsalının həcmi də yüksəkdir. Qara və əlvan metallurgiya, kimya sənayesi enerji tutumludur, hansı ki, onların yerləşdirilməsində enerji yaxınlıq amili də nəzərə alınmalıdır. Ona görə də bu sahələrin yerləşməsində enerji amili güclü təsir göstərməkdədir. Xüsusilə də yüngül, əlvan metal olan alüminium istehsalında əsas xərclər elə elektrik xərcləridir. Elektrik enerji ilə yaxşı təmin edilən ölkələrdə bu sahə yaxşı inkişaf edib. Qeyri-ənənəvi enerji mənbələri deyəndə nə nəzərdə tutulur? Söhbət alternativ enerji mənbələrindən gedir. Enerjinin yerdə qalan hissəsi tükənməyən qeyri-ənənəvi alternativ enerji mənbələrinə alınır. Bu mənbələrə nələr daxildir alternativə? Deyəcəksiniz ki, külək, günəş, geotermal, yerin daxili enerjisi, qabarma çəkilmə, okean cərəyanlarından enerji istehsalı daxildir. Enerji olan tələbatın artması, yanacaq növlərinin ehtiyatlarının azalması və bahalaşması ilə əlaqədar qeyri-ənənəvi alternativ enerji mənbələrinin istifadə ildən genişlənməkdədir. Geotermal enerji artıq çoxdan binaların və istixananın qızdırılmasına istifadə edilir. Bu enerji əsasında geotermal elektrik stansiyaları gəl baxaq görək hansı ölkələrdə var. Geotermal yadda saxlayın ki, geyzerlərə sahib ölkələrdə fərqlənəcək. Xüsusilə də onu deyim ki, fəaliyyətdə olan vulkanların olduğu ölkələr xüsusilə diqqət çəkir. İslandiya, İtaliya, Rusiyanın Kamçatka hissəsi, ABŞ-ın qərb hissəsi, Yaponiya, Yeni Zelandiya. Bundan əlavə Macarıstan özü fəaliyyətdə olan vulkan olmasa da, Alp Himalay quşlarında yerləşən bu dövlətin özündə də yer altındakı sularda temperatur yüksəkdir və bu da geotermal enerji imkanlarına malik olması deməkdir və onlar da bu imkanlardan istifadə edir. Macarıstan da olar, yadda saxlayın. Davam edək. Hansı ölkələrdə qabarma elektrik stansiyaları mövcuddur? Söhbət qabarma çəkilmənin böyük olduğu La-Manş boğazı sahilində yerləşən Böyük Britaniya, Fransa, ABŞ, həmçinin Kanada, elə ən böyük qabarma çəkilmə dalğası Andi körfəzində Kanada sahilindədir. Həmçinin Hindistan, Avstraliya, Argentina, Çin, Rusiya kimi dövlətlərdə də qabarma çəkilmə əsasında fəaliyyət göstərən elektrik stansiyaları tikilmişdir. Əlavə olaraq digər məqamlara da diqqət edək. Günəş elektrik stansiyalarına baxaq. Tropik enliklərdə yerləşən arid quru rayonlarda, səhra yarım səhralarda helioenergetika, günəş elektrik stansiyasının tikilməsi üçün potensial, imkanlar böyükdür. Xüsusilə də Meksika, ABŞ-ın cənub hissəsi, Braziliya, Afrikanın şimal və cənub tropiklərində yerləşən ölkələr, Ərəb ölkələri, Avstraliya, Mərkəzi Asiyadakı səhra ölkələri nümunə çəkmək olar. Amma onu da yadda saxlayın ki, geotermal, daha doğrusu alternativ elektrik stansiyalar texnologiyası baha başa gəldiyinə görə inkişaf etmiş ölkələrdə hələlik yaxşı inkişaf edib. Külək enerjisi və dalğaların enerjisi də alternativ enerji mənbəyi hesab edilir. Qərb küləkləri zonasında, əsasən də Qərbi Avropada külək enerjisindən istifadə edilir. Bu sahədə xüsusilə də Danimarka dünyada liderdir. Və bütövlükdə dünyada alternativ enerjilərin payı hələlik cəmi 4,4%-dir və bu rəqəm köhnə statistikadır və daim dəyişir, müsbətə doğru payı artmaqdadır. Sizlər üçün 1-2 dənə təsvir təqdim edəcəm. Məsəl üçün, SES-in quruluşu necədir, iş prinsipi olaraq? SES, İES-in. Birinci İES-lərdir, diqqətinizi İES-lərə cəmləyin. İES-lərdə iş prinsip, yanacaq yandırılır, qazanxanada gördüyün kimi su qaynadılır, buxarlandırır.
Buxar müvafiq olaraq turbinə daxil olur. Turbindəki pəri hərəkətə gətirərək generatorda enerji əldə etməyə imkan verir. Daha sonra generatorda müvafiq olaraq enerji transformator vasitəsilə naqillərə ötürülür və bu şəkildə elektrik əldə edilir. Daha sonra turbində həmin buxar soyudulması üçün soyudulma kabinəsinə göndərilir və soyudulduqdan sonra daha sonra təzədən maye halında qazanxanaya göndərilir və burada su qapalı dövrədə daim fırlanır və onun bu şəkildə buxarın bu şəkildə hərəkəti generatorda enerji əldə etməyə imkan yaradır. Növbəti təsvir isə seslərin təsviridir. İnternetdə bu tipli sxematik təsvirləri özünüz də araşdırıb iş prinsipi necə olduğunu əyani şəkildə video roliklərdən tanış olub öyrənə bilərsiniz. Xüsusilə də elektrik əldə etmək üçün potensialı böyük olan dağ çaylarında əvvəl bəndlər tikilir. Bəndin əvvəlində su anbarında suyun səviyyəsi qalxaraq təzyiqi artırır. Bu da elektrik əldə etmə potensialını artırır. Daha sonra gördüyün kimi burada turbinə daxil olaraq gördüyün kimi pəri fırladır. Həmin hərəkət edən su pərvanəni fırlatdıqca generatorda elektrik əldə etmə imkanı yaradır. Generatordan elektrik transformatora, oradan da naqillərə ötürülür və bu şəkildə ekoloji cəhətdən təmiz, ucuz enerji əldə edilir. Növbəti təsvirdə digər enerji mənbəyi olaraq ölkəmizdəki ən böyük İES təqdim edilir. Hansı ki, Mingəçevir şəhərində yerləşən İES-dir. İES-in iş prinsipi bayaq birinci təsvirdə təqdim etmişdik. Energetikada gördüyünüz kimi iki qrup var idi. Yanacaq və elektroenergetika. Yanacaqda yanacaq faydalı qazıntılar hasil edilir, çıxarılır və emal edilir. Elektroenergetikada isə enerji istehsal edib istehlakçıya çatdırılırdı. Yadda saxlayaq ki, ilk 3 dənəsi ənənəvi gedir. Növbəti, burada 4 dənə təqdim edib. Bunlar isə alternativ idi. Alternativ elektrik stansiyalarına müvafiq olaraq HELIOS, günəş elektrik stansiyaları, qabarma elektrik stansiyaları, geotermal yerin daxili enerjisindən istifadə və külək elektrik stansiyaları, dalğaların elektrik stansiyalarını qeyd etmək olar. Növbəti təsvirdə İES-lərin özünün qrupları var. İES-lər iki yerə ayrılırdı. DRES və İEM-lər. DRES Dövlət Rayon Elektrik Stansiyası idi. Yalnız elektrik enerji istehsal olunurdu. Adətən mazutla işləyirdi və ətraf mühit daha çox çirklənməyə məruz qalırdı. İEM-lərdə isə həm elektrik istehsal olunur, həm də su buxarı istehsal olunur. Xüsusilə də su buxarı mənzillərin, binaların qızdırılmasına istifadə edilmə imkanı yaradır. Adətən iri şəhərlərdə İEM-lər quraşdırılacaq. Dünya ölkələrinin enerji payında İES-in rolu üstün olanlar yanacaq resurslarında neft, təbii qaz, daş kömürün zəngin olduğu ölkələr qrupudur. Niderlandda məsələn təbii qaz, Polşa, Carda daş kömür, Rumuniyada da həmçinin yanar faydalı qazıntıların olması, xüsusilə də torfun mövcudluğu, idxal edilən kənardan neft, təbii qazın mövcudluğu kimi amillər ölkə energetikasında təbii ki, İES-lərin payının çox olmasına imkan yaradır. Meksikada da təbii qaz və neftin olmasını qeyd etmək olar. Dünya ölkələrin əksəriyyətində energetikasında, həmçinin ölkəmizdə də İES-lərin aparıcı sahə tutduğunu qeyd edə bilərik. Bəzi ölkələr var ki, Norveç, Braziliya, Kanada, Albaniya, Efiopiya, Kolumbiya bu tip ölkələrdə SES-lərdən əldə edilən enerji ölkə energetikasında aparıcı sahə tutur. Bu da onlarda böyük dağ çaylarının olmasına əlaqədardır. Atom elektrik stansiyaları isə nə çayları, nə də yanar faydalı qazıntıları olmayan ölkələrdə olur, hansı ki, enerjiyə böyük tələbat var. Yadda saxlayın ki, Fransa, Belçika, Cənubi Koreya, İsveç, İspaniya kimi ölkələrin energetikasında atom energetikasının payı böyükdür. Ekranda təsvir edilən bu görüntüdə biz atom elektrik stansiyanın fəaliyyətini göstərən bir ərazi görürük. Onun təsvirini birazdan qeyd edərik. Bu, külək energetikasını əks etdirir. Bu ekranda gördüyünüz isə günəş panelləridir. Müasir dövrdə alternativ energetika sahəsi kimi diqqət çəkməkdədir. Bu isə dalğalardan enerji istehsal edən qurğudur. Onun iş prinsipi isə dalğaların irəli və geri hərəkəti zamanı pərlərin hərəkəti ilə əldə edilən enerjidir. Bundan əlavə, ekranda gördüyünüz qeyzerlərdir. Qeyzerdən enerji istehsalı, yerin daxili enerjisi geotermal enerji deyilir.
İslandiya, İtaliya, həmçinin Macarıstan, Rusiyanın Kamçatka hissəsi, Yeni Zelandiya, ABŞ kimi ölkələrdə diqqət çəkməkdədir. Geotermal elektrik stansiyanın iş prinsipi necədir? Belə ki, ilk öncə, deməli, burada qaynar su əlbəttə ki, əvvəlcə səthə qaldırır. Deməli, daha sonra həmin bu qaynar su gördüyünüz kimi generatorda buxar şəklində həmin buxar pərvanədən fırladaraq enerji əldə edilir. Sonra soyudulma kabinəsində soyudulduqdan sonra yenidən yerin dərin qatlarına geri qaytarılır və qapalı bir, belə deyək, əlaqə yaradılır. Burada bu suyun qaynadılmasında hər hansı bir yanacağın yandırılmasına ehtiyac yoxdur. Çünki yer səthinə yaxın qatlarda, çatlarda olan maqma ondan yuxarıdakı sıxırları qızdırır. Həmin ondan yuxarıdakı sıxırların arasında çatlarda toplanan yeraltı sular bu yüksək temperatur nəticəsində qaynayaraq buxar şəklində səthə qalxma imkanı yaranır və buna biz geyzər deyirdik. Dünyada ən böyük, deməli, su anbarıdır, su elektrik stansiyasıdır, 3 dərə. 182 metr hündürlüyü, 2 kilometr uzunluğu olan stansiya və ya 3 dərə dediyimiz Yansız çayı üzərində, Yansızı çayı üzərində Çin ərazisində yerləşir. Bu təqdim etdiyim energetikaya dair olan izahımız